Günəşlidə Qartal abidəsinin düz yaxınlığında. Qartal abidəsindən sola dönən kimi Bravo hipermarketə çatmamış həmən gördüyünüz bu yeni tikili bina yol kənarında yerləşir. Yeni tikilinin altında da Hamstop market fəaliyyətdədir. Keçək binanın içərisindən də çəkilişini göstərim. Göründüyü kimi binanın həyəti və burada Bravo hipermarket düz yanında yerləşir. Yeni tikili binadır. Blok sisteminin çəkilişini də göstərim blokunda. 2 sürətli lifti var. Çox yüksək səviyyədə bina tikilib və keçək mənzilimizin içərisini göstərim sizə. 14 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 136 kvadrat metr. Yelçəkən mənzildir, padmayaq mənzildir. Sənədimi çıxarış qutcadır, suyu, işığı, qazı daimidir. Girən kimi solda sanitar qoşa və sanuzeli ayrı-ayrıdır. Bura mənzilin mətbəx hissəsidir. Mətbəxdən eyvana keçid var. Yelçəkən mənzildir. Həm həyətə və əsas yola. Trasa, baxışı var əsas yola. Bura mənzilin, göstərim, bura mənzilimizin yataq otağıdır və digər otaqları. Qonaq otağı və digər yataq otaqları. 3 yataq, 1 qonaq otağından ibarətdir. Sənəd çıxarış qutcadır. Ipoteka şərtlərinə də uyğun. Çox münasib, dəyərindən aşağı.